Salam. Biologiya 8-ci sinif 1-ci hissə 4-cü bölmə üzrə Ç tipli suallar, cavabları və izahları ilə birlikdə. Birinci suala baxırıq. Birinci sualda deyilir, qəlsəmə tənəffüsü neçə cür qruplaşdırılır? Bildiyimiz kimi suda yaşayan orqanizmlər əsasən qəlsəmə ilə tənəffüs edirlər. Belə ki, onlar həm xarici qəlsəmə, həm də daxili qəlsəmə olmaqla qruplaşdırılır. Ona görə də bizim cavabımız olacaqdır variant A. 2 cür daxili və xarici qəlsəmə. Keçirik növbəti suala. Növbəti sualda baxaq görək nə deyilir. İkinci sual üçün balıqlarda tənəffüs zamanı suyun və kapillyarlarda olan qanın axma istiqaməti necə olur? Verilibdir, hər ikisi eyni istiqamətdə, çayda olan suyun axma istiqamətində, qan sabit dayanır. D-də cavabımız D variantı olacaqdır. Qəlsəmə yarpaqcıqlarında kapillyar damarlarda olan qanın axma istiqaməti suyun axma istiqamətinin əksinə olur ki, daha çox oksigen mənimsənilə bilsin. Üçüncü suala baxaq. Üçüncü sualda quşlarda ön kamera, ön hava kisələrinə daxil olan hava tərkibinə görə. Yəni, bildiyiniz kimi, quşlarda ağciyərlərdən başqa hava kisələrinə də hava daxil olur. O, ağciyər önü və ağciyər arxası hava kisələri adlanır. İndi bizdə soruşulur ki, quşlarda ön hava kisələrinə daxil olan hava tərkibinə görə yazılıbdır. Cavab burada qeyd eləmişəm. İşlənmiş havadır. Bu, nəfəs alma vəziyyətində işlənən hava ön kameralara, yəni ön hava kisələrinə daxil olur. Baxırıq burada, yeri dəyişdi. Dördüncü sual. Qurbağalarda nəfəs alma zamanı havanın getdiyi yol hansı ardıcıllıqla olur? Qurbağalarda havanın getdiyi yol. Deməli, ağız boşluğu udlaq bu səhvdir. Variantımız, bax, cavabda yazmışam, B variantı olacaqdır. Burun boşluğu, ağız boşluğu, qırtlaq, bronxlar və ağciyərlər. B variantı doğru olacaqdır. Növbəti cavablar isə yanlış cavablar hesab olunur. 5-ci sualımıza baxaq. Qırtlaq qapağı hansı funksiyanı yerinə yetirir? Cavab olaraq qeyd eləmişəm. Qırtlaq qapağı sayəsində udulan qida traxeyaya düşmür. Düşərsə, adam boğulub ölə bilər. Yəni, cavab bax, bu götürüləcəkdir. Növbəti 6-cı sualımızda İki tənəffüs hərəkəti zamanı kapillyarlara diffuziya olunan oksigen qazının həcmini hesablayın. Bax, həllini yazmışam. Tənəffüs havası bildiyiniz kimi 500 kub santimetrə bərabərdir. Bir tənəffüs hərəkəti zamanı kapillyarlara diffuziya olunan oksigen qazının miqdarını tapsaq, bildiyiniz kimi, nəfəs alanda havanın tərkibində 21%, nəfəs verəndə isə 16% oksigen qalmışı olur. Buna görə bunun fərqi 5% kapillyarlara diffuziya olunmuş olur. Ona görə də 500 kub santimetrdə 100%, x kub santimetr 5%. Yəni, kapillyarlara daxil olan oksigenin miqdarı, diffuziya olunan oksigenin miqdarı 5% olacaqdır. 500-ün 5%-ni tapsaq,
deməli 25 kub santimetrə bərabərdir. Bu bir tənəffüs zamanı diffuziya olunan oksigenin miqdarıdır, hansı ki, kapillyarlarda olan, ağciyər kapillyar alveolların divarında olan venoz qan arterial qana çevrilmiş olur, yəni oksigenlə zənginləşir. Bizim şərtdə isə 2 tənəffüs hərəkəti soruşulduğuna görə 25 kub santimetri 2-yə vurmaqla 50 kub santimetr almış oluruq. Beləliklə, 2 tənəffüs hərəkəti zamanı ağciyərlərə diffuziya olunan oksigen qazının miqdarını tapmış oluruq. 7-ci sualda tənəffüs hərəkəti zamanı karbon qazının fərqi nə qədərdir? Bildiyiniz kimi tənəffüs hərəkəti nəfəs alma və nəfəs vermədən ibarətdir. Nəfəs aldığımız havanın tərkibində 0,3% karbon qazı, verdiyimiz havanın tərkibində isə 4%-dir. Fərqi isə 3,97%-ə bərabər olacaqdır cavab olaraq. 8-ci sualda pnevmotoraks nəyin xəstəliyidir? Bildiyiniz kimi, həm ağciyərlərin, həm də döş qəfəsinin daxili hissəsini plevra adlanan pərdə örtür ki, onların arasında hava olmur. Bu da ağciyərlərin asanlıqla genişlənib yığıla bilməsi üçün şərait yaradır. Əgərləri plevra pərdəsi deşilərsə, zədələnərsə, bu zaman pnevmotoraks adlanan xəstəlik yarana bilər. 9-cu suala baxaq bir dəqiqə, bunu biraz aşağı eləyim. 9-cu sualda deyilir, dərindən nəfəs aldıqda ağciyərlərdə hansı havanın miqdarı artır? Bildiyiniz kimi, dərindən nəfəs aldıqda ağciyərlərə daxil olan hava əlavə hava hesab olunur. 10-cu sual üçün ibtidai heyvanlarda tənəffüs həyata keçirilir. Ağciyərlərlə, dəri ilə, bədən səthi ilə və qəlsəmələrlə. Bildiyiniz kimi, ibtidai heyvanlarda, yəni bir hüceyrəli heyvanlarda bədən səthi ilə bu proses həyata keçirilir. Yəni, oksigen olan tələbatlarını onlar bədən səthi ilə mənimsəmiş olurlar. Beləliklə, cavabımız C variantı olacaqdır. C bədən səthi ilə. Bu qədər. Sağ olun.